Cümlənin şəxsə görə növləri baxımından işlənmə ardıcıllığını müəyyən edin. Bağı gəzəndə güllərin qoxusundan məst olursan, məst olursan, mübtəda cümlədə yoxdur və bu fikir ümumi fikir olduğuna görə ümumi şəxsi cümlədir, yəni hər kəsə aiddir. Binanın özünü də təzələmək lazımdır. Lazımdır söz xəbərdir. Nə? Binanın özünü təmizləmək mübtədamız var və məsdər tərkibi ilə ifadə olunub müəyyən şəxsi cümlədir. Onlar binaya daxil olanda gec idi. Gec idi. Xəbər nə vaxt? Onlar binaya daxil olanda zərflik və xəbərdən ibarətdir. Mübtəda yoxdur və olması mümkün deyil. Şəxssiz cümlə olacaq. İclas bitəndən sonra gəldilər. Gəldilər cümləmizin xəbəridir. Lakin cümlədə mübtəda olmadığına görə bu isə qeyri-müəyyən şəxsli cümlədir. Cavabımız ümumi, müəyyən, şəxssiz, qeyri-müəyyən olacaq.